Salam aleyküm, hardayam? Megastorun düz yanındayam. Hardadır Megastor? Hökməli Qob yolundayam. Bir dənə sizin 2 mərtəbə, qanuni 2 mərtəbə evə bax. Ev adamla danışır. Şəxsi tikili evdir. Super evdir. Yəni axıra qədər bax, qiyməti çox əla qiymətədir. Bir dənə evə bax. Təmirə bax. Al köç yaşa evdir. Prosto yaşayış olmayıb çoxdan da ona görə biraz natəmizlikdir. Alıb tikib saxlayıb. Yəni belə deyim də sizə. Bir dənə burada yataq otağıdır. Qiymət çox əladır. Həqiqətən axıra qədər bax, qiymət gör neçə deyəcəm yəni. Ara kəsmələrə qədər bax, köşədaşdır. Qiymət əla, evin özəli, aşağıda hamam sanuzu, yuxarıda hamam sanuzu, ayrıca qarajı. Yəni qiymət möhtəşəm. Burada da bir dənə bax, o hansı binalardır? Təzə tikilən Hökməlinin ilk binaları. Düz onun yanındadır. Buradan ora nə məsafədir? 200 metr heç olur olmaz. Yeri çox gözəl yerdədir. Yəni buradan panoraması da gözəl. Bax buradan promoy görsən. Panoraması var. Havası təmiz. Nə bilim, qazı var, suyu var, işığı var. Yəni nə axtarsan var da. Düşək, bax ikinci mərtəbə monolit betondur. Yəni 1 qram tərpənmə yox. Piləkən monolit betondur. Bir də alıb uborka işi lazımdır evində ki, təmizlik eləyəsən. Tozdur çünki. Neyse. Buradan düşdük birinci mərtəbə. Birinci mərtəbədə bir dənə çox böyük zalı var da. Həqiqətən çoxu böyüdür. Zala bax. Çox geniş zalı var. Qiyməti haqqında məlumat verim. Sonra o birisi otaqlara həm çıxıb söz çəkəcəm. Qiyməti 86.000 manatadır. 86.000-ə bu boyda, bu kvadratda evi tikib başa gətirmək mümkün olan şey deyil. Yəni burada torpağın sözü ən azı bir 7-8 mindən vuranda bu boyda torpaqdan bu evi tikib başa gətirmək mümkündür. Zalda 3 dənə pəncərədir. Biz arxasında da həyəti var. Arxadan keçib çəkməyin. Buradan elə göstərim sizə arxanı. Yəni arxada da həyəti var. Çənzadə hamısını qoyub ora. Buradan da gəldi. Burada da hamam sanuzeli birinci mərtəbənin bir dənə də mətbəxdir. Buradadır. Düşəyini aşağını həyəti göstərim sizə. Həyəti ot basıb. Bir nəfər lazımdır ki, ağsaqqal. Buranı təmizləsin. Bax. Həyət bazası genişdir. Plus qabaqda qarajıdır. Onun üstündən də panoraması var. Evin çöldəndə görünüşünə baxın. Görün nə gözəldir. 2 mərtəbə. Yəni ot basıb yeriməli olmur ki. Sıxımla getdi. Nəysə, getdi. Burada baxın monolit betondur. Bu üst hissəsidir. Baxın. Getdikcə yaxınlaşırıq binaya. Evin çöldən görünüşünə bax. Ev özüdür. Həqiqətən özüdür. Çox gözəl görünüşü var. İndi düşər bir dənə nəyə qaldı? Qarajı qaldı. Qarajını da göstərim sizə. Yerindən düşdük. Hər şeyi başa salıram ki, sonra yəni gəl deməyin, belədir, elədir. Jalüz putdan atılan qapısına qədər var. Və bura ayrıca qarajıdır. Ayrıca 2 maşınlıq rahat qarajıdır. Çöldən də bir dənə belə göstərim sizə. Şotçular hamısı qaydasında. Görürsünüzsə, qabağı işlənilib. Böyürbaşı hamısı bahalı evlərdir. Buradan bir dənə sol elədin, düz Megastorun qabağına çıxırsan. Bir dənə sol elə bəs eləyir. Yəni əlaqə saxlayın, yoluna qoyağın, sağ ol.